Vaxtın azaldığı müddətdə onlara hazırlıq tempi durmadan artmaqdadır. Bugün media nümayəndələri 7878 idmançının qala biləcəyi Atletlər kəndi ilə tanış olublar. Atletlər kəndində olan əməkdaşımız Aytən Abdullova təəssüratlarını reportajı vasitəsilə sizə çatdıracaq. Atletlər kəndi Heydər Əliyev prospektində yerləşən 13 binanı əhatə edir. Binalar 10 və 15 mərtəbədən ibarətdir. Hər mərtəbədə isə 3 və 5 mənzil var. Elə mənzillərdəki otaqların sayı da 3 və 5-dir. 59 gündən sonra keçiriləcək 1-ci yay Avropa oyunlarında iştirak edəcək idmançılar gördüyünüz bu mənzillərdə qalacaq. Atletlər kəndində yerləşən bu mənzillərdə 7778 idmançının qalması üçün bütün lazımi şərait yaradılıb. Otaqlarla yanaşı mənzillərdə yerləşən sanitar qovşaqları da ən müasir tələblərə cavab verən şəkildə təmir olunub. Mənzillərin sahəsi 90-160 kvadrat metr arasında dəyişir ki, bu da hər mənzildə 6 və 10 atletin eyni anda qalmasına imkan verir. İdmançıların qalacağı yaşayış binalarında bütün təhlükəsizlik tədbirləri də nəzərə alınıb. İdmançıların asudə vaxtlarının səmərəli istifadəsi üçün 7 istirahət mərkəzi var və bu istirahət mərkəzlərindən 4-ü 24 saat fəaliyyət göstərir və ərazidə bundan başqa çamaşırxana, restoran, yeməkxana, eyni zamanda 2000 atletə xidmət göstərmək səviyyəsindədir. 1-ci yay Avropa oyunlarında iştirak edəcək ölkələrin 90%-i artıq atletlər kəndinə burada qalacaq idmançılarının siyahısını göndərib.